Uğurlu olmaq tək bir sirdən ibarət deyil. Əgər uğurlu olmaq istəyirsənsə, düzgün vərdişləri uzun müddət davam etdirməlisən. Salam, mən Sona Çərkəzli. Kanalıma xoş gəlmisən. Bu kanalda sənin ən yaxşı versiyana çatmaq üçün, inkişafın üçün çoxlu videolar var. Əgər sən də ən yaxşı versiyana çatmaq, inkişaf etmək istəyirsənsə, kanalıma abunə olmağı unutma. Mənə ən çox verdiyiniz suallardan biri budur ki, necə daha uğurlu ola bilərəm? Uğurlu olmaq sadəcə bayaq dediyim kimi bir dənə sirdən ibarət deyil. Bir neçə prinsip var ki, bu prinsipi daimi olaraq öz həyatınıza tətbiq etməli, bunu vərdiş mexanizminə çevrilməli və davamlı olaraq bundan istifadə etməliyik. Bəs yaxşı, bu prinsiplər hansılardır? Gəlin bundan danışaq. İlk olaraq hədəfini dəqiq müəyyən et. Deməli əzizim, nə edirsən? Bir dənə dəftər, bir dənə qələm götürürsən və yaxud da ki, əgər istəyirsənsə telefonda da qeydlərini apara bilərsən, sənə necə rahatsa. Götürürsən dəftər qələmi və başlayırsan hədəfini yazmağa. Sənin hədəfin nədir? Məsələn, hədəfim budur ki, ingilis dilini öyrənmək istəyirəm. 6 aya ingilis dilini ən azından yüksək səviyyədə öyrənmək. Hədəfim bu olsun. Yazdım bunu. Hədəfini dəqiq müəyyən edəndən sonra sənin beyninə siqnal gedir ki, sənin ehtiyacın olan budur və sən hərəkətə keçməyə başlayırsan. Əlbəttə ki, elə uğur da buradan başlayır ki, sən hərəkətə keçdikcə, hərəkət etdikcə, əlbəttə hər gün ingilis dili üçün vaxt ayırdıqca, heç olmasa yarım saat, 1 saat vaxt ayırdıqca 6 ayın sonunda o uğuru əldə edə bilirsən. Tam istədiyin nəticə olmasa belə 6 ay əvvəlki səndən, indiki sən arasında çox böyük fərq olduğu üçün elə uğurun özü də bu deməkdir. Uğur qazanmış olursan. Yəni deməli əzizim, ilk olaraq neynədik? Birinci olaraq dəftər qələm götürdük və yaxud da ki, dəftərimiz ola bilər, dediyim kimi telefonumuzda ola bilər. Sənə necə rahatsa götürdük və hədəfimizi dəqiq müəyyən etdik. Çünki insan beynində deyəndə ki, mən uğurlu olmaq istəyirəm. Bu, yəni dəqiq bir şey deyil. Uğurlu olmaq istəyirəm. Sənə görə uğurlu olmaq ingilis dilini öyrənmək ola bilər. Başqasına görə uğurlu olmaq freelancer olaraq işləmək ola bilər. Başqasına görə uğurlu olmaq səyahət etmək ola bilər. Yəni hər kəsin uğur anlayışı fərqlidir. Sənin üçün uğur anlayışı nədir və sənin hansı hədəfin var ki, sən ona çatsan, uğurlu olacağını düşünürsən, bu zaman bunu dəqiq müəyyən etməlisən. İkinci olaraq hər gün kiçik bir addım at. Məsəl üçün gəlin elə birinci hədəfdən gedək. Tutaq ki, sənin hədəfin ingilis dilini öyrənmək idi. Bu hədəfini dəqiq qoyandan sonra hər gün kiçik də olsa addım atmaq lazımdır. Məsəl üçün, tutaq ki, bir gün sadəcə 5 dəqiqə vaxtın var. 5 dəqiqə də olsa o ingilis dilindən məşğul ol. Yəni hər gün 1% belə olsa özünü inkişaf etdir. Və ola bilər ki, hansısa günlər məşğul ola bilmədin ingilis dili ilə. Bu zamanda özünü günahlandırma. Başa düş ki, ola bilər, heç bir problem yoxdur. Sən insansan və bu çox normaldır. Amma bir gün eləyim, bir aydan sonra yenə eləyim, yoxsa 5 gün eləyim, bir ay ara verim, yoxsa bir gün eləyim, 5 gün ara verim, sonra eləyim. Əlbəttə ki, bu o qədər də yaxşı deyil. Davamlı olmaq lazımdır. Davamlı özünə bir çata biləcəyin hədəf qoy. Məsəl üçün gündə yarım saat məşğul olmaq. Əgər mən gündə 2 saat məşğul olacağam deyib, baxanda ayda 2 saat kim deyib bundan məşğul olacaq deyib, heç etməməkdənsə, eybi yox, yarım saatda orada. Zaten sən başlayandan sonra yarım saat olacaq, 1 saat, 1 saat olacaq, 2 saat, bir də görəcəksən ki, bəlkə də 2-3 saat, 4 saat çalışmağa başlamısan. Buna görə də əzizim, özünün çata biləcəyi bir hədəf oraya. Yəni 1% belə inkişafdır. Və yaxud da bu gün evə yorğun gəlmisən işdən və sadəcə 10 dəqiqə məşğul ola biləcəksən, sadəcə 5 dəqiqə məşğul ola biləcəksən, sadəcə 20 dəqiqə fərqi yoxdur. Məşğul ol, çünki yenə deyirəm, 1% belə inkişaf etmək daha yaxşıdır. Biri var ki, heç məşğul olmayasan, biri var ki, nəsə eləyəsən. Belə düşünün də, təsəvvür eləyin ki, gündə heç kitab oxumamaq və yaxud da gündə 1 səhifə kitab oxumaq. Gündə 1 səhifə kitab oxumaq ildə 356 səhifə kitab deməkdir. Elə kitabların əksəriyyəti 2-3 səhifə kitab deməkdir və ildə bir dənə kitab bitirmiş olursan. Və buradan biz belə nəticə çıxara bilərik ki, gündə 1 səhifə oxumaq belə ildə 1 kitab eləyir və buradan belə nəticə çıxarıq ki, heç kitab oxumayansan, yoxsa ildə 1 kitab oxuyansan. Əlbəttə ildə 1 kitab oxuyansan daha yaxşıdır və daha uğurludur. Buna görə də azca elədiyim heç bir nəticəsi olmaz deyə düşünmə. Gündə 1% belə olsa inkişaf et. Üçüncü olaraq daim olaraq öyrən. Fikirləşmə ki, ancaq öz sahəm üzrə və yaxud da ki, ancaq özümün belə dərsə gedirəm, universitetə gedirəm, bunları öyrənməliyəm. Yox, söhbət bundan getmir. Daimi öyrən, marağın olan şeyləri öyrən. Tutaq ki, sən universitetə gedirsən, bəli, universitet dərslərini oxu, imtahanlarını ver. Amma bil ki, sadəcə universitet dərslərini oxumaqla da irəli getməyəcəksən. Daha çox irəli getmək istəyirsənsə, özünü inkişaf etdirilməlisən. Bayaq dediyim kimi dil öyrənmək və yaxud da hər hansı bir musiqi alətini öyrənmək, əgər marağın varsa. Yəni marağın olmadığı bir şeyə cəmaət eləyir deyə eləmək də, məsəl üçün cəmaət piyano çalır və uğurlu. Deməli mən də piyano çalsam uğurlu olacağam. Bu yanlış bir düşüncədir. Əgər sənin piyanoya marağın varsa, bəli, get öyrən. Və yaxud da əgər sənin skripkaya, əgər sənin gitara bir marağın varsa, get öyrən. Amma heç bir musiqi alətinə marağın yoxdursa, vaxtını buna sərf eləmək o qədər də uğurlu deyil. Bəlkə sənin tenisə marağın var, bəlkə sənin futbola marağın var, bəlkə sənin rəqsə marağın var, bəlkə sənin idmana marağın var. Bunu elə. Və əksər hallarda da insanlar düşünür ki, bunu eləmək üçün çoxlu pul lazımdır. Xeyr əzizim, insanın özünü inkişaf etdirilməsi üçün bəli, bundan razıyam ki, pul lazımdır. Çünki müəyyən kurslara getməliyik, müəyyən insanlardan mentor
mentorluq almalıyıq. Mən özüm də bu gün inkişaf eləmişəmsə, əlbəttə bunu mentorlarıma borcluyam. Onların mənə göstərdiyi yol xəritəsi ilə irəliləmişəm və əlbəttə gəlib istədiyim yerə çatmışam və özüm də tələbələrimə mentorluq edirəm. Onlar da çox şükür ki, istədiyi yerə çatırlar. Ancaq mövzu burada budur ki, hər şey üçün çoxlu pul lazım deyil və biz bunu bəhanə olaraq qəbul etməməliyik. Məsəl üçün, YouTube-da en qədər video var. Məsələn, mənim kanalımda görürsünüz ki, ödənişsiz nə qədər videolar var. Özüm SMM mütəxəssisi olaraq Instagramda, digər sosial şəbəkələrimdə daimi olaraq sosial media haqqında məlumatlar paylaşıram. İnsanların inkişafı üçün məlumatlar paylaşıram. Ayda 1-2 dəfə mütləq ödənişsiz təlimlər edirəm. Əgər bunlar sizə maraqlıdırsa, Instagram hesabıma açıqlama bölməsində və burada qeyd eləyəcəm. Buradakı yəni Instagrama keçid eləyə bilərsiniz və yaxud da açıqlama bölməsində Telegram hesabımda var. Oradan da keçid eləyib Telegram hesabımda ödənişsiz məlumatlardan da faydalana bilərsiniz. Yəni sən piyano çalmaq istəyirsənsə, şərt deyil ki, müəllimin yanına gedəcəm. Birinci YouTube-da en qədər video var, baxıb öyrənə bilərsən və yaxud da ki, bir müddətdən sonra ödəniş özünə yığıb gedib müəllimdən də dərs ala bilərsən. Yəni bəhanə olaraq mənim pulum yoxdur anlayışını mütləq öz lüğətimizdən çıxartmalıyıq. Çünki ödənişsiz də nələrsə öyrənmək mümkündür. Zaten o öyrəndiyinizdə tətbiq edəndə, oradan gəlir qazananda buradakı qazandığınızda daim öyrənməyə, daim inkişaf etməyə yatıra bilərsiniz. Deməli, neynədik? Daimi öyrəndik, amma sadəcə universitet dərslərində və yaxud da işlə bağlı şeylər yox. Əlbəttə, universitetdəki də işimizlə bağlı şeylər də bizi inkişaf etdirən şeylərdir və daim bundan məşğul olmalıyıq. Amma ən azından bununla bərabər özümüzün marağında olan, dünya görüşümüzü artıran, bizi inkişaf etdirən məlumatları da almalıyıq və istifadə etməliyik. Dördüncü olaraq, disiplini motivasiyandan üstün tut. Bu nə deməkdir əzizim? Bu o deməkdir ki, sən hər gün motivasiyalı ola bilməzsən. Bu çox normaldır. Mənim özüm də hər gün motivasiyalı olmuram, hər gün durub işləmək istəmirəm. Bu çox normaldır. Bəli, ayda 1-2 dəfə özümə icazə verirəm heç nə etməməyə, ancaq gəzməyə və yaxud da ki, ancaq yatağımdan çıxmamağa, yatıram, heç nə eləmirəm, ancaq filmə baxıram və yaxud da heç nə eləmirəm, bütün gün yatıram. Bu normaldır, amma hər gün bunu eləmək normal deyil. Əgər sən gözləsən ki, motivasiyan gəlsin və bundan sonra durub nəsə eləyəsən, o motivasiya heç vaxt gəlməyəcək. Və yaxud da ki, elə bir hiss gəlsin ki, özümə hazır eləyim, ondan sonra başlayım, o hiss heç vaxt gəlməyəcək. Disiplinli olmaq, qərar vermək bir qərardır. Tamam mı? Sən qərar verməlisən ki, artıq mən qərar verirəm və başlayıram. Yəni, başlamaq üçün qərar vermək lazımdır. Hazır olmaq üçün qərar vermək lazımdır. Disiplinli olmaq, o gün motivasiyan olmasa belə, o işi görməkdir. Məsəl üçün, bayaq dediyim kimi, əgər sən gündə 30 dəqiqə ingilislə məşğul olmalısansa, sənin o gün keyfin olmasa belə, düzdür, insanlıq halda keyfin olmadı, o gün eləmədin filan, bundan söhbət getmir. Söhbət gedir ki, daimi olaraq, yəni bir gün, 2 gün heç, yəni tutaq ki, o gün keyfin olmadı və yaxud da eləyə bilmədin və yaxud da bir xəstə idin, olmadı, amma o keçəndən sonra bir gün keçəndən sonra mütləq başlayıb disiplinli olmaq lazımdır. Hə, bu gün keyfim yoxdur, sadəcə və yaxud da bu gün halım yoxdur, ingilislə məşğul olmayım, belə bir şey yoxdur. Bu zaman biz uğura çata bilmirik. Qalxmalı 30 dəqiqəni məşğul olmalı. Zaten görəcəksiniz ki, qalxdığınızda 30 dəqiqə ilə məşğul oldunuz, hərəkət elədinizsə, ondan sonra motivasiya özü sizə gəlməyə başlayır. Beşinci olaraq, vaxtını düzgün idarə et. Vaxtın düzgün idarə edilməsi başqa bir videoda mən izah eləmişəm. Əgər maraqlıdırsa, səhvimə keçid edib vaxtın düzgün idarə olunması üzrə videoya baxa bilərsiniz. Ancaq vaxtı düzgün idarə edəndə əzizim, həm də sən uğurlu ola bilirsən. Yəni, səhərlər, məsəl üçün, saat 10-da qalxırsan, 11-əcən işlərini görürsən, 11-dən sonra başlayırsan və görürsən, heç çatdırmırsansa, deməli, hər gün saat 10-da yox, saat 9-da, 8-də durmaq lazımdır. Yəni, mən sizə demirəm, səhərin 5-dən 6-sından oyanım. Mən hər gün özüm saat 5-də 6-da oyanıram və işlərimi elə edirəm. Amma mən səhər insanıyam deyə bilədir. Bəlkə sən səhər insanı deyilsən, bəlkə sən gecə işləməyi sevirsən, o zaman səhərlər yatıb gecələr işləyə bilərsən. Amma söhbət burada nədən gedir? Tutaq ki, sən hər gün saat günorta 5-də durursan, axşam üstünə yaxın saat 5-də durursan, görürsən ki, yenə də işin çatmır. Deməli 5-də yox, 4-də durmaq lazımdır, yox 3-də durmaq lazımdır. Yox da hər səhər saat 8-də yox, 7-də, 6-da durmaq lazımdır. Yəni oyandığımız vaxtda necə olmasa 1-2 saat tez oyanıb işlərimizi daha nizamlı sala bilərik. Əlbəttə işimizi daha nizamlı salmaq üçün, disiplinli olmaq üçün mən məsləhət görürəm ki, planerimiz olsun, gündəlik işlərimizi yazaq, görək ki, hansı iş eləməliyik, əsas işlərimizi birinci edək, daha sonra digər işlərimizi edək. Əlbəttə yenə deyirəm, vaxtın düzgün idarə edilməsi ayrı bir mövzudur. Mən sizə ayrıca bir videoda bunu izah etmişəm. Maraqlıdırsa kanalıma keçid eləyib, burada vaxtın düzgün idarə olunması üzrə videoya baxıb daha dərindən öyrənə bilərsiniz. Yəni vaxtınızı düzgün idarə edəndə artıq siz qoyduğunuz hədəflərə də daha rahat çatırsınız. 6-cı olaraq başa düş ki, ətrafını düzgün seçmək lazımdır. Çünki bu misalı yəqin ki, bir çoxunuz eşitmişsiniz. Ətrafındakı olan 5 nəfər varsa, bunun daha doğrusu ətrafında olan 4 nəfər varsa, bu milyonçudsa 5-ci milyonçu sən olacaqsan. Ətrafında olan 4 nəfər varsa, bunlar avaratsa, bu avara sən olacaqsan. Yəni əzizim, əgər sən ətrafında uğurlu insanlar olsun istəyirsənsə, daha doğrusu özün uğurlu olmaq istəyirsənsə, ətrafına uğurlu insanları toplamalısan. Bu o demək deyil, uğur əldə eləməyib deməm bu insan dostluqdan silməliyəm, yox digər bir şey, amma
yox, sənin prioritetlərinə uyğun insanlar sənin həyatında olmalıdır. Zaten bu belədir. Onsuz da sənin prioritetinə uyğun olmayan insan səninlə dost ola bilməyəcək. Yəni səninlə o tutmayacaq, enerjiniz belə tutmayacaq. Buna görə çalış ki, ətrafında düzgün insanlar olsun ki, nə qədər inkişaf edən insanlar olarsa, sən də baxacaqsan, həvəslənəcəksən, onlar sənə bir yol göstərəcək, yeri gələcək, sən onlara yol göstərəcəksən, bir-birinizə yol göstərəcəksiniz və əlbəttə bir yerdə inkişaf edəcəksiniz. 7-ci olaraq səhvlərindən nəticə çıxar. Əgər nəsə bir səhv eləmisənsə, özünü günahlandırma. Başa düşürəm, hər kəs səhv eləyə bilər. Ancaq məsəl üçün mən özümə hədəf qoymuşdum ki, keçən il ingilis dilini çox yaxşı öyrənim, amma hələ bu il gəldi, tutaq ki 2025-də demişdim, 2026 gəldi, mən hələ də nəticə çıxarmadım, mən ingilis dilini öyrənmədim. Bu zaman özünü günahlandırmaq yerinə nəticə çıxar ki, okey, əgər keçən il öyrənmiş olsaydım və indi ingilis dilini yaxşı bilmiş olsaydım, bəlkə də indi qarşıma çıxan iş fürsətlərini daha yaxşı dəyərləndirə bilərdim, və yaxud da bu biliyimi insanlara öyrədib pul qazana bilərdim, və yaxud da daha yüksək vəzifəyə keçə bilərdim, daha çox pul qazana bilərdim, daha çox gəlir artımı ola bilərdi, xarici ölkəyə çıxanda daha rahat danışardım, və yaxud da səyahətimi daha rahat eləyə bilərdim. Və bunu biləndən sonra sən düşünürsən ki, tamam, başa düşürəm, amma özümü günahlandırmağa ehtiyac yoxdur, nəticə çıxarıram, demək ki, keçən il bunu eləsəm belə olardı. Əgər indi öyrənməsəm 2027-də yenə bunları özümə deyəcəm. Deməli, indidən öyrənməyə başlamaq lazımdır ki, 2027-də bunları özümə deməyim. Tamam, yəni səhvlərdən nəticə çıxarmaq lazımdır. 8-ci olaraq sağlamlığına diqqət et. Baxın, sağlamlıq hər şeydir. Sağlamlıq getdisə hər şeydə gedir və əgər sən özünü ruhdan düşmür, əgər sən özünü xəstə hiss edirsənsə, heç nə eləyə bilməyəcəksən, heç bir hədəfinə çata bilməyəcəksən. Sağlam olmayıb uğurlu olmağın da bir mənası yoxdur. Ona görə sağlamlığa diqqət etmək lazımdır. Əgər eləyə bilirsinizsə, mütləq həftədə 2-3 dəfə idmanla məşğul olun. İdman eləyə bilmirsiniz, heç olmasa gündə 30 dəqiqə yürüyüş eləyin. 10.000 addım deyirlər ki, lazımdır. Mən özüm də hər gün idmana getməsəm də, həftədə 3 dəfə idmana getsəm belə hər gün yürüyüş eləməyə çalışıram və 10.000 addım tam olmasa belə deyirəm ki, hə, bu gün mən yürüyüş elədim və bu sağlamlıqda, hərəkətdə olmaq lazımdır. Əlavə olaraq düzgün qidalanmaq lazımdır. Mən demirəm ki, fast food yeməyin və yaxud da ki, istədiyinizi yeməyin. Mən özüm də istədiyimi yeyirəm, amma bunu balanslı eləmək lazımdır. Əgər bu gün tam istədiyimi hər şey yemişəmsə, sabah da arxa-arxaya fast food eləmirəm. Məsəl üçün gəlirəm, daha ev qidalarından qidalanıram və yaxud da ki, fast food çox yemişəmsə, çalışıram ki, sabahçı gün o birisi gün yeməyim və yaxud da həftə içi sağlam qidalanmışamsa, arada bir sağlam qida olmayan bir şey yemişəmsə, həftə sonu sağlam qidalanmaya bilərəm. Məsələn, istirahətimdə tutaq ki, bir həftəlik səyahətə getmişəm, orada ancaq fast food yemişəm, istədiyim hər şeyi yemişəmsə, tətildən qayıdandan sonra daha sağlam yeməklər yeməyə çalışıram. Yəni bunu balanslı saxlamağı bacarmaq lazımdır. 9-cu olaraq ünsiyyət bacarıqlarını inkişaf etdir. Baxın əzizim, danışıq hər şeydir, ünsiyyət hər şeydir. Biz işimizdə irəli getmək istəyiriksə, düzgün nitqimiz varsa, düzgün ünsiyyət qura bilirsə, işimizdə qabağa gedəcəyik. Və yaxud da özümüzə bir şəxsi brend qururuqsa, öz biliklərimizi insanlara çatdırmaq istəyiriksə, əgər bizim nitqimiz yaxşı deyilsə, əgər insanlarla düzgün ünsiyyət qura bilmiriksə, o qədər də irəli gedə bilməyəcəyik. Bəlkə də çox savadlıyıq, bəlkə də çoxlu biliklərimiz var, amma düzgün ünsiyyət qura bilmədiyimiz üçün, insanlara bunu düzgün çatdıra bilmədiyimiz üçün o qədər də uğurlu nəticə əldə edə bilmirik. Deməli, nə etməliyik? Düzgün ünsiyyət bacarıqlarını öyrənməliyik, özümüzü inkişaf etdirməliyik. Bunun üçün müxtəlif kitablar var, buna baxa bilərsiniz. YouTube-da çoxlu nitqinizi inkişaf etdirəcək, ünsiyyətinizi inkişaf etdirəcək videolar var, bunlara baxa bilərsiniz. Əlavə olaraq təlimlər, kurslar alıb özünüzü inkişaf etdirə bilərsiniz. 10-cu, səbirli olmaq lazımdır. Əzizim, hər şey birdən-birə olmur. Mənim tez-tez işlətdiyim bir söz var, Moskva birdən-birə qurulmur. Yəni, bugün mən ingilis dilini öyrəndimsə, sabah mükəmməl ingilis dili danışmayacağam. Bugün mən sağlam qidalandımsa, sabah mükəmməl sağlamlıqda olmayacağam. Bugün mən ünsiyyət bacarıqlarımı inkişaf etdirdimsə, sabah mənim ünsiyyətim mükəmməl olmayacaq. Bunu davamlı eləmək və vərdiş mexanizminə çevirmək lazımdır. Davamlı olanda bizim də uğurlarımız davamlı olmağa başlayır. Yəni, səbirli olmaq lazımdır. Birdən-birə heç nə olmur. Amma sən 3 ay, 6 ay dayanmadan öz üzərində işləyəndə, əlbəttə ki, hansı mövzuda, hansı barədə sən uğurlu olmaq istəyirsənsə, bil ki, uğura o qədər də çox yaxınlaşacaqsan və inşallah ki, uğurlu da olacaqsan. Ümid edirəm ki, bu video sənin üçün maraqlı oldu. Əgər bu tipli videoların daha çox gəlməsini istəyirsənsə, kanalıma abunə olub, videonu bəyənib rəy